Salam əziz məktəbli dostlar və məni izləyən valideynlər. İndi isə monitoring vəsaitində qartal uçur mətnini izah edəcəm. Bədii mətindir. Bu şəxsin adı Piri idi. O, uzun illər mahir ovçusu idi. Uzun illərin mahir ovçusu idi. Uşaqlar, uzun illərin mahir ovçusu deməkdir. Yəni ki, artıq peşəkar ovçu idi. Yəni uzun illərdir ovçuluqla məşğul olduğu üçün artıq bu işdə mahir idi, peşəkar idi. Azərbaycan dağ kəndlərinin birində yaşayır və ovla məşğul olurdu. Bu ovçu, yəni Piri adlı ovçu harda yaşayırdı? Dağ kəndlərindən birində yaşayırdı. Nə işlə məşğul idi? Ovla məşğul olurdu. Bir gün o, qartal balası tapdı və sevinə-sevinə evinə apardı. Nə tapdı uşaqlar o bir gün? Qartal balası. Qartal balası nə etdi? Evinə apardı. Piri evinin həyətində toyuq cücə saxlayırdı. O nə saxlayırdı? Toyuq cücə saxlayırdı. Harda saxlayırdı? Evin həyətində saxlayırdı. Qorxurdu ki, bir gün qartal balası böyüyüb onun yanından uçub gedər. Aha, deməli uşaqlar o ondan qorxurdu. O bir qartal balası tapmışdı və qorxurdu ki, qartal balası bir gün böyüyüb onun yanından uçub gedər. Buna görə də onu cücələrə qatıb dedi, sən cücəsən. Burada bu cücələr kimi buğda dənlə. Aha, deməli qartalın uçub getməyindən qorxduğu üçün nə etdi? Qartala cücə olduğuna inandırmağa çalışdı. Yəni qartalı inandırmağa çalışdı ki, qartal cücədir. Ona görə də cücələrlə dənləməsini, buğda dənləməsini tapşırdı. Kiçik qartal balası ovçunun sözlərini aldandı və cücə olduğuna inandı. O, cücələrlə buğda dənləyir, onlarla oynayır, qartallar kimi göydə uçmaq barədə heç fikirləşmirdi. O, iş o yerə çatdı ki, qanadları da zəiflədi. Bəli, uşaqlar, o artıq uçmadığı üçün, qanadlarından istifadə etmədiyi üçün, yəni uçmaq gücünü belə az qalırdı itirsin. Yəni qanadları zəifləmişdi. Bəlkə də uçmaq istəsəydi, qanadları onu göyə qaldırmayacaqdı. Çünki artıq o qədər uçmamışdı ki, uçmağa öyrəşmişdi. Bir gün Kərim baba dostu ovçu Pirini görmək üçün onun evinə gəldi. Pirinin evinə kim gəldi? Kərim baba gəldi. Böyük bir nəslin başçısı olan Kərim baba çox ağıllı və bilikli idi. Qartal balasını cücələrin arasında görəndə təəccüblənib dedi, nə əcəb qartal dən yeyir, cücələrin arasında yaşayır. Uşaqlar, sizcə Kərim baba niyə təəccübləndi? Bəli, ona görə təəccübləndi ki, qartal cücələrin arasındaydı, dənləyirdi. Ovçu Piri dedi, çünki o artıq cücədir, qartal deyil. Kərim baba qartal balasının qabağına bir tikə ət atdı. O isə ətə toxunmayıb, buğda yeməyə başladı. Bundan təəccüblənən Kərim baba dedi, uşaqlar, Kərim baba sizcə niyə yenə təəccübləndi? Bəli, ona görə təəccübləndi ki, o bilirdi ki, qartallar yırtıcı olur və ət yeyirlər. Və qartalın qabağına ətə atanda gördü ki, qartal ətə toxunmur. Buğda yeməyə başlayır. Niyə? Çünki artıq Piri kişi onu dən yeməyə öyrətmişdi. Dostum, sən onu aldadıb təbiətini dəyişmisən. Yəni, Kərim baba Piriyə dedi ki, sən onu aldatmısan və onun təbiətini, onun öyrəşdiyi qaydaları dəyişdirmisən. Sənin onun azadlığını əlindən almağa heç bir haqqın yoxdur. Ancaq hər bir halda o qartaldır, sən bunu görəcəksən. Yəni, Kərim baba dedi ki, sən nə eləsən də o qartaldır. Yəni, əvvəl-axır bir gün o özünün qartal olduğunu bilib bunu göstərəcək dedi. Kərim baba qartalı götürüb qanadlarını açdı və ona dedi, sən qartalsan, digər qartallar kimi səmada uçmalısan. Qartal ona inanmayıb yerə düşdü. Ovçu məsxərə ilə güldü. Yəni, uşaqlar, məsxərə ilə gülmək, yəni sanki ələ çalaraq gülmək. Ancaq Kərim baba məyus olmadı. Məyus olmadı nə deməkdir? Yəni, o heç kədərlənmədi, keyfini pozmadı Kərim baba. Qartalı götürüb evin damına çıxdı və dedi, sən güclü qartalsan, sən yırtıcısan, uç. Qartalın yeri uca zirvələr, vüqarlı dağlardır. Lakin kiçik qartal hələ də sahibinin, ovçunun sözünə inanmırdı. O qorxusundan titrədi. Çünki heç vaxt qanad açıb uçmamışdı. Uçmaq istəsə belə, sahibi ona izin verməyəcəkdi. Kərim baba qartalı götürüb sahəyə çıxartdı.
və günəşi göstərib dedi: "Bax, sənin yerin oradır." Qartal dağın üstündən doğan günəşə baxdı. Bədəninə və qanadlarında qəribə bir qüvvə hiss edib qorxunu, cücələri, hini unutdu. Uşaqlar hin toyuqların, cücələrin yaşadığı yerə deyirlər. Unutdu, qanadlarını inamla açdı. Öz-özlüyündə biraz düşündü. Doğrudan da mən qartalam, cücə deyiləm. Mənim yerim orada, dağın üstündə, günəşin altındadır. Azadlıq və zəfər günəşinin altında. Sonra səmaya uçdu. Səmada günəşin al şəfəqləri onun qanadlarını biraz da bərkitdi. Aha, Kərim baba qartal balasını qanadlarını açmağa məcbur etməsi hansı mənanı daşıyırdı? Aha. Deməli, insanların özlərini dəyişdirmək cəhdlərinin uğursuz olacağına işarə edir. Hər bir canlının öz təbiətini kəşf etməli olduğunu göstərir. Bəli, Kərim baba onun qanadlarını ona görə açmağa məcbur edirdi ki, o yəni düşünürdü ki, hər bir canlı öz xüsusiyyətini, öz xarakterini kəşf etməlidir. Ona görə də onun qanadlarını açmışdı. Piri qartal balasını niyə cücələrlə birlikdə saxlayırdı? Deməli, qartal balasının böyüyüb yanından uçacağından qorxurdu. Qartal balasının cücələr arasında yaşaması ona nəyi öyrədir? Qartal balasının cücələr arasında yaşamağı, daha yüksəklərə uçmağı, qanadlarının daha yaxşı inkişaf etməsini, cücələr kimi buğda yeməyi. Bəli, əgər qartal balası cücələrin yanında qalıbsa, nə öyrənə bilər? Bəli, ancaq onlar kimi buğda yeməyi öyrənə bilər. Kərim baba Piriyə nə məsləhət verir? Qartal balasını daha çox qorumağı, qartal balasının təbiətini dəyişdirməyə çalışmamasını. Bəli, ona məsləhət verdi ki, sən qartalın təbiətini, yəni uçmaq təbiətini, ət yemək təbiətini əlindən ala bilməzsən. Biri mətndəki fərqləndirilmiş sözü əvəz edə bilməz. Fərqləndirilmiş söz məsxərə sözü idi, uşaqlar. Deyir, o məsxərə ilə güldü. İstehza ilə güldü. Yəni, belə də, yəni lağa qoyalaraq güldü. Bu əvəz edə bilər. Lağ edərək güldü, bəli. Ələ salaraq güldü, bəli. Amma sevinclə güldü ifadə sözü, sevinclə gülməlidir. Yəni, məsxərə sevinc demək deyil. Mətnə əsasən hadisələrin düzgün baş vermə ardıcılığı müəyyənləşdirin. Kərim baba qartal balasının qarşısına ət tikəsi atır. Kərim baba qartalı götürüb sahəyə aparır. Ovçu qartal balasını tapdıqdan sonra evinə gətirir. Qartal özünə güc toplayaraq səmaya qalxır. Əvvəlcə üçüncü olacaq. Deməli, A və B variantı sıradan çıxdı. Deməli, evinə aparır. 3 getdi. Qoyun belə yazım, 3. Kərim baba qartal balasının qarşısına ət tikəsi atır. Bəli, ət tikəsi atır. Sonra Kərim baba qartalı götürüb sahəyə çıxır, aparır və qartal bu andan sonra öz qolunda, yəni qanadlarında güc, qüvvə yığıb uçmağa başlayır. Qartal balasının uçmaqdan qorxması nəyi göstərir? Cücələrin həyat tərzinə öyrəşdiyini göstərir. Çünki artıq o cücələr kimi dən yediyi üçün, cücələr kimi uçmadığına görə, ona görə də artıq öyrəşmişdir. Qartal balasının son anda uçmağa qərar verməsi nəyin simvoldur? Sahibindən bezmiş susqun quşun etiraz etməsini, özünə həddindən artıq güvənməsini, ana təbiətin bəxş etdiyi azadlığı, özündə güc tapmaqla hər şeyə nail olmağı. Bəli, o özündə güc tapıb hər şeyə nail ola biləcəyinə əmin oldu. Piri obrazı ilə bağlı səhv fikir hansıdır? Qartalın onun tərk etməsini istəmir. Bəli, bu doğrudur, ona aid fikirdir. Dağ kəndlərindən birində məskunlaşmışdır. Bəli, Piriyə aid idi. Yaralı qartalları sağaldaraq təbiətə geri qaytarır. Xeyr, əksinə, qartalı cücələrlə birlikdə saxlayır ki, qartal böyüyüb uçmasın. Diqqətinizə görə təşəkkür edirəm.